Əziz xanımlar, 8 mart Beynəlxalq Qadınlar Günümüz mübarək. Bugün sözsüz ki, hədiyyələr, xoş sözlər, güllər olacaq. Amma biz öz proqramımızda xanımlar üçün vacib olan bir suala cavab tapmağa çalışdıq. Gəlin görək, xanımlar güclü olmaq istəyir, yoxsa xoşbəxt? Güclü qadın necə olur? Qadın hər şeyi özü etməlidir. Güclü olmaq qadını tənha edə bilər. Kişilər güclü xanımdan qorxur. Xoşbəxt qadın nə deməkdir? Xoşbəxt qadın olmaq seçimdir ya taleyin hədiyyəsi? Maddi təminat xoşbəxtliyi artırır. Xoşbəxt qadınlar gec qocalır. Sənubər İskəndərli, Aynişan Quliyeva mövzumuzla bağlı hansı fikirdədir? Az sonra yaxşısı budur da. Bəzən deyirlər ki, qadın zəif məxluqdur. Amma analar gecə sabaha kimi körpələrinə görə yuxusuz qala bilirsə, demək zəif deyirlər. Ya da öz ayaqları üstündə durmaq üçün mübarizə aparan bir qadın zəif sayıla bilməz. Bəs qadın daim güclü olmaq məcburiyyətindədir. Bəlkə o sadəcə xoşbəxt olmaq arzusundadır. Gəlin görək, qadın güclü ya xoşbəxt olmalıdır? Bu sadə sualımıza ilk olaraq paytaxt sakinlərindən aldığımız cavabla başlayaq. Mən gəlir bunlar hər ikisi əslində biraz fərqli anlayışlardır. Düşünürəm ki, balansı tapmaq, öz içində balansı tapmaq, həm xoşbəxtlik, həm güclülük, balansı qorumaq və daxili harmoniyanı. Cəmiyyətdə sırf kişilər deyirlər qadınlardan daha üstün və necə deyim, güclü baxımdan göstərilir, amma məncə qadınlar daha çox öz ayaqlarının üstündə dururlar. Sadəcə bu ön plana çəkilməsə də, məncə yenə də önəmlidir. Məncə həm xoşbəxt, həm də güclü olmaq. Qadınlar xoşbəxtliyə layiqdir. Evlad dünyaya gətirir, evladı böyüdür, ona daha çox enerji sərf eləyir. Ona görə xoşbəxt olmağa haqq edir məncə. Məncə həm xoşbəxt olmalıdır və güclü olmalıdır. İndiki dövrdə ən vacib şərtlərdən biridir ki, öz ayaqlarının üstündə durmağı bacarmalıdır. Bütün qadınlarımız xoşbəxtliyə layiqdir. Cəmiyyət qadına deyir ki, güclü ol. Həyat deyir, dözümlü ol. Ətraf deyir, fədakar ol. Bəs qadının özü nə istəyir? Axı güc, mübarizə, məsuliyyət, yük deməkdir. İnsanı güclü edən onun yoludur, onun hədəfləridir, onun nə istədiyini bilməkdir, onun uğrunda çalışmaqdır. Biz o zaman güclü oluruq. Digər hallarda elə bir sanki bihudə yaşayırıq. Ona görə mən burada fərq qoya bilmirəm, amma yəqin ki, kişilərlə fərqimiz bir tək onda olar ki, biz qadın olaraq əsasən ailə qurandan sonra, həyat yoldaşı olandan sonra, ana olandan sonra bizim adlarımız, statuslarımız çoxaldıqca biz öz əsl kimliyimizi unuduruq. Özümüzü təqdim edirik ki, biz filan kəsin anasıyıq, biz filan kəsin həyat yoldaşıyıq, amma özümüz itib batırıq bu məsələlərin içində. Mənə elə gəlir ki, güclü qadın o qadındır ki, hətta bütün bu məsuliyyətli və eyni zamanda çox dəyərli statusları özündə daşımaqla, yerinə yetirməkdən eyni zamanda özünü unutmayan qadındır. Özünün əsl kimliyini unutmayan qadındır. Məsələn, mən anayam, həyat yoldaşıyam və eyni zamanda mən vəfayam. Vəfanı unutmuram. Bax, bu mənə elə gəlir ki, qadını güclü edən əsas xüsusiyyətlərdən biri ola bilər. Cəmiyyətdə belə bir fikir var. Qadın bacarırsa, qoy özü etsin. Amma bacarmaq məcburiyyət deməkdir ki, hər yükü səssizcə daşımaq qadının borcudur. Əsla, əsla. Məyər günəşin yerini ay verə bilərmi? Ayın yerini günəş verə bilərmi? Yəni ayın öz funksiyası var, günəşin öz funksiyası var. Günəş heç vaxt belə bir iddiada olmur ki, mən elə axşam da, səhər də isidərəm yer kürəsini, mən kifayət eləyərəm və yaxud da ayın belə bir iddiası yoxdur. Yəni əslində təbiətə baxanda, həyata çox belə yaxından baxanda, çox belə incə müşahidə eləyəndə görəcəyik ki, hər şeyin öz funksiyası olur. Mənə də elə gəlir ki, qadın da öz qadın gücünü, qadın zərifliyini, hər şey nə cəmlənirsə burada, bir tək bunun fərqində olmalıdır və başa düşməlidir ki, onsuz da bizim məsuliyyətimiz çoxdur, onsuz da bizim işimiz çoxdur və buna görə də bizə aid olmayan işi və məsuliyyəti öz üzərimizə götürməyə dəyməz. Hə desəniz ki, bunun fərqində olmaq və hər dəfə aktiv saxlamaq asandırmı? Deyil. Mən də bəzən görürəm ki, elə işlər var ki, onun ardınca gedəndə özümü saxlayıb deyirəm, neynirsən Vəfa? Bu sənin işindir. Zəhmət olmasa keç öz işindən məşğul ol. Ona görə mənə elə gəlir ki, bu həyatda hər kəs öz işi ilə məşğul olsa, hamı mutlu olacaq, xoşbəxt olacaq.
Öz ayaqları üstə duran, yeri gələndə sözünü deyən, qərarlarını verən qadın güclüdür deyirlər. Bəs güclü olmaq qadını tənhalaşdırmır. Müstəqil insan, güclü insan bir zamandan sonra görürsən ki, ətrafını da seyrəldir, ondan sonra münasibət qurduğu, ünsiyyət qurduğu insanlar, yəni çoxluqdan azlığa doğru gedir. Hətta bəzən o qədər azlığa doğru gedir ki, tənha da ola bilir. Yəni qadın günlərin bir günü belə bir sual verir ki, mən artıq güclüyəm də, yəni özümü təmin edirəm, ayaqlarım üzərində dayanıram, hansı ki bizim çox sevdiyimiz misallardan biridir. Onu edirəm, bunu edirəm və dostla çıxanda qarşısına fikirləşir ki, görəsən mən bu dostu nə edeyim? Yəni bundan mən necə fayda görəcəm və ya da buna necə faydalı olacağam? Və ya da ki, həyatına biri gələndə fikirləşir ki, bu gəlib mənim həyatımda nə kimi dəyişiklik edəcək, nə kimi rəng qatacaq? Artıq yəni yaşamaq deyirsən yaşayır, səyahət deyirsən edə bilir, özünü təmin edə bilir, öz həyatını artıq özü hansısa bir formada qurubdur və bu gətirib tənhalığa, təkliyə çıxarda bilir təbii ki. Deyirlər ki, kişilər güclü qadından qorxur. Bəs bu qorxunun səbəbi nədir? Kişiləri narahat edən məqam qadının savadı, qazancı ya sözünü rahat deyə bilməsidir. Yoxsa bu qorxu qadının gücündən deyil, kişinin özünə güvənib güvənməməsindən irəli gəlir. Ümumiyyətlə insanlar güclü insan görəndə özünə çəki düzən verirlər. Hətta biz burada 5-10 nəfər qadın da əyləşə bilərik. Elə bir qadın içəri daxil ola bilər ki, öz girişi ilə, öz duruşu ilə, əyləşməyi ilə, öz sözü ilə, bircə salamı ilə o bildirə bilər ki, burada böyük mənəm, burada lider mənəm. Bəli, əlbəttə biz güclü tərəflərdən hər zaman bu qorxmaq yox, çəkinmək və bir növdə gətirir hörmət eləməyə. Yəni artıq başa düşürsən ki, o insanın sərhədləri hara qədərdir, sən nə deyə bilərsən, bu insandan necə rəftar eləyə bilərsən. Bu da biraz kişi təbiətinə tərs gələ bilər, bəzən kişilər çəkinə bilər, qorxa bilər, amma bu hər bir kişiyə aid deyil. Mən düşünürəm ki, öz sözünü demiş kişi, özünü tapmış, öz xarakterinə, öz seçiminə güvənən kişilər, əksinə düşünürəm ki, belə dəyərli qadınları tanıyırlar və onların seçimləri də məhz belə qadınlar olur. Qədimdən bəri cəmiyyət qadına xoşbəxtliyin formulunu belə təqdim edir. Ailə qur, ana ol, səbr et. Görəsən, qadının xoşbəxt olması üçün hər hansısa bir tərifə ehtiyac var? Mən ara sıra bunun haqqında düşünürəm deməzdim. Yəni oturub düşünmürəm ki, xoşbəxt qadın nədir, görəsən mən xoşbəxtəmmi ya yox. Amma ara sıra özümü yoxluyuram. Bir qadın olaraq mən nə zaman xoşbəxt oluram? Bax o anı tutmağa çalışıram və bu çox zaman mənim evimdə, ailəmdə olarkən bunu hiss edirəm. Baxın, mən bu gün səyahət edirəm, dağlara gedirəm, zirvələrə gedirəm, cəmiyyətdə öz sözümü deyirəm, təlimçi kimi, həyat koçu kimi, spiker kimi dəvət alıram və s. Çox parlaq anlar yaşayıram. Bu mənim ürəyimcədir. Amma mən özümə baxanda nə zaman xoşbəxtəm? Mən görürəm ki, ailəmdəyəm, övladımın səsini eşidirəm, övladlarımın səsini eşidirəm, həyat yoldaşımla söhbət edirəm, adi bir çay süzürəm ona, çay süfrəsində biz söhbət edirik, hansısa anımızı bölüşürük, evdə sülhdür, əmin-amanlıqdır. İnsanların arasında heç danışmasaq da, söhbət eləməsək də hiss edirsən ki, evin atmosferində sevgi, sayğı, sülh dolaşır. Mən özümdən danışıram, məsələn, qab yuyuram, hiss edirəm ki, o qabı yuyanda ürəyim sakitdir, təlaş içində deyiləm. Evin içində olan insanlar indi özünü belə aparır. Görəsən sonra necə özünü aparacaq? Yəni stabillik, qadın stabil olan yerdə, güvənli yerdə həmişə özünü xoşbəxt və huzurlu hesab edir. O da mənim yuvamdır. Mənim üçün ora mənim evimdir. Bəziləri deyir ki, xoşbəxtlik qismətə bağlıdır. Bəziləri isə deyir, insan özü xoşbəxt olmağı bacarmalıdır. Onda qadın xoşbəxt olmaq üçün nəyi gözləyir? Doğru insanı, doğru zamanı, doğru şəraiti, yoxsa qəfil bir gün qərar verir və deyir, mən bugündən xoşbəxt olmağı seçirəm. Xoşbəxtlik qadının seçiminə bağlıdır, yoxsa bu taleyin bir hədiyyəsidir? Olduğumuz məkan çox gözəldir. Amma mən bir sakit durmasam, bir ətrafa baxmasam, bir bu bitkilərə, işığa, nə bilim, rənglərə, bir dayanıb buna nəzər yetirməsəm, buranın gözəlliyinin heç zaman fərqinə varmayacağam. Bəzən elə qadınlar olur ki, onlar elə daima şikayətlənirlər. Amma kənardan baxırsan ki, bunun xoşbəxt olmaq üçün sanki hər şeyi var. Ailə deyirsən var, uşaq deyirsən var,
istədiyi işdə işləyir. Nə bilim, baxırsan ki, belə hər şey qaydasındadır. Amma insan bir dayanıb, sakit halda heç bunu özündə incələmir. Bir baxmır ki, nəyi var, nəyi yox. Ona görə mənə elə gəlir ki, xoşbəxt olmağın fərqinə varmaq üçün bir dayanmaq lazımdır, bir sakit durmaq lazımdır. O dediyim kimi, evdə hamı yatır, o hamı sakit, o yatan uşağın nəfəsi gedib gələndə necə ki bir nümunə verdimi, bax onda mən xoşbəxtliyi hiss elədim. Bunun üçün dayanmaq lazımdır. Yox, əgər mən elə yatağa da girirəm, telefonla baxa-baxa ki, bu da bizim həyatımızın bir parçasına çevrilibdir, elə onunla bərabər yuxuya gedirəmsə, tamam, mənim bir sualım var, mən nə zaman xoşbəxt olduğumun fərqinə varacam? Yəni, bunun üçün zaman ayırmaq lazımdır. Bir qadın maddi cəhətdən təmin olunanda özünü daha güvənli hiss edir. Bəs bu onun xoşbəxt olduğu anlamına gəlir? Maddi təminat rahatlıqdır. Hamı istəyir rahat yaşasın, hamı istəyir ki, günü güzaranı gözəl olsun. Amma xoşbəxtlikdirmi? Mən öz təcrübəmdən və müşahidə etdiklərimdən nəticəyə gəlmişəm ki, bir həyat koçu kimi çox insanlarla işləyirəm ki, onların maddi durumu çox gözəldir. Yəni, bu həyatda hər şeyləri var, amma sevgi yoxdur. Amma sayğı yoxdur, amma həyatda o rahatlığı tapa bilmirlər. Və belə nəticəyə gəlmək olar ki, vacibdir bizim bu həyatda rahat yaşamağımız, hərəkət etməyimiz, nə bilim, plan qurmağımız, onun üçün hərəkət edib hədəfimizə çatmamız, bu kimi şeylər üçün bizim üçün çox vacibdir. Amma dediyiniz məsələni tam olması üçün əsas şərtlərdən biri deyil, yəni tam olaraq o deyil. Stress insanı qocaldır, bunu artıq elmdə deyir. Amma xoşbəxt, daim üzü gülən xanımın siması da daha gec olur. Əlbəttə, o baxanda həmişə üzünə, gözünə deyirlər ki, məsələn, yaşlanıb da insan, amma deyir, gözlərinə baxırsan, gözündən sevgi, enerji, həyata bağlılıq və s. bax, bunun enerjisini hiss eləyirsən. Ona görə xoşbəxt olmaq məncə qocalmanı da, hətta sağlıq durumunu da gözəl eləyir. Gec-gec xəstələnsən, xoşbəxt insanların immun sistemi güclü olur. Görürsən ki, onlar xəstələnəndə də belə tez sağalırlar, dava dərmansız sağalırlar. Ayaq üstündə hərəkət edə-edə, işini görə-görə, qonaqlığa gedə-gedə, səyahət edə-edə arada da deyir ki, hələ mən biraz elə bir özümü naxoş hiss edirəm. Heç onların, belə insanların, xoşbəxt insanların heç qocalmaqdan xəbərləri də olmur. Onlar sadəcə olaraq güzgüyə baxanda başa düşürlər ki, zaman keçir, vaxt keçir, həyat öz sözünü deyir, üzə qırışlar gəlir və salam. Deyirlər, qadın seviləndə çiçək açır. Elə isə gəlin görək, sevilmək önəmli ehtiyacdır. Elə insanlar var ki, onların gözlərinə baxanda görürsən ki, gözləri deyir ki, bir dənə bu həyatda sevilsəydim tam olardım. Biz insanıq və bizim yaradılışımızda təklik yoxdur. Bizim yaradılışımızda mütləq şəkildə sevgi vermək və sevgi qəbul eləmək var. Yəni, bu bizim yaradılışımızdır, bu bizim təbiətimizdir. Ona görə düşünürəm ki, bəli, qadın sevilməlidir, əlbəttə. Qadın seviləndə, bax, bu güllər kimi çiçək açır. Sevilmək çox gözəl, çox dəyərli bir duyğudur. Və sevilən qadınlar bir başqa gözəl olurlar. Qadın seviləndə, hətta o gözəl geyinməsə də, hətta makiyaj eləməsə belə, görəcəksiniz ki, o işıq saçır. O deyir, gülür, üzü gülür, gözləri gülür. Onun üçün bu həyatda hər şey gözəldir. Yəni, bilmirəm, bu qadının təbiətidir. Cəmiyyət deyir, qadın işləməlidir, həm də ailəsinə vaxt ayırmalıdır. Bəs qadın özü nə istəyir? Hər iki rolun öhdəsindən eyni dərəcədə gəlmək məcburiyyətindədir. Ailəsində də, işində də uğurlu olan Günay xanım Məsimova öz həyat təcrübəsini Yaxşısı Budurun izləyiciləri ilə bölüşdü. Əlbəttə ki, mən birmənalı xoşbəxtlığa inanıram. Yəni, ümumiyyətlə, xoşbəxt olmayan insanda güc hardandır? Ailəsində xoşbəxt deyilsə, işində xoşbəxt deyilsə, yəni məcburiyyət bir yerə qədərdir. Ailəsini sevməlidir, uşaqları aydın məsələdir, hamı sevir, yoldaşını sevməlidir, işini sevməlidir, işlədiyi insanları, uşaqları sevməlidir ki, mən də təhsildəyəm və ona görə mənim ətrafımda ümumiyyətlə sevgi çoxdur, əziyyətlə bərabər sevgi çoxdur. Ona görə mənim heç bu barədə düşünməyim belə lazım olmur. Çünki o dərəcədə hər şey qarmoniyadadır ki, ətrafımda. Yəni mən hardasa 28 ildir bu işi başlamışam və belə də davam eləyir. Yəni bir gündə heç fikrimdə olmayıb ki, bezməmişəm belə deyim. Kaş ki işimi dəyişərdim deməmişəm. Kaş ki başqa sahədə olardım. Hətta
Əksinə, yəqin ki, hər gün şükür edirəm ki, nə yaxşı ki, düşünmədən, bəlkə planlamadan mən indi hal-hazırdakı yerimdəyəm. Ev işləri ilə bərabər sahibkarlığı necə yönətmək çətin deyil. Bir yerə qədər, düzdür, çatdırırsan, səy göstərirsən. Yəni çabalarım çox olub. Özümü həm evdə, həm ana kimi, həm işdə 100% görmək istəmişəm. Amma bir yerdə sən anlayırsan ki, sən gücün həminki deyil. Bir də sən heç kimə borclu deyilsən, belə deyim. Elədiyini eləmisən, biraz da özünü düşünməlisən. Bax, həmin yəqin ki, son bir neçə ildə mən biraz artıq o prioritetlərimi müəyyən edirəm. Bəzən bu mənim ailəmdir, bəzən bu mənim işimdir və balansı bax o cür saxlayıram. Təcrübə, müdriklik, səhv edə-edə bir yol getmək, öz səhvlərindən nəticələr çıxartmaq, öz təcrübəndən nəticələr çıxartmaq, düzgün nəticələr çıxartmaq. Biraz dözümsüzlük görürəm. Məsələn, mən daha çox gəncləri deyirəmsə, görürəmsə, biraz dözümsüzlük görürəm. Biraz bu hər şey tez nail olmaq istəməyi görürəm. Amma düşünmürlər ki, bir yol getmək lazımdır da. Nə üçünsə hamı nəticəni gözləyir. Heç kim o nəticəyə aparan yolu düşünmür. İnsan məşğul olmalıdır. Bu vacib deyil ki, iş həyatı olsun. Kim nəyi bacarırsa, kim nədən zövq alırsa, onunla məşğul olsun. Mən həmişə də onu da deyirəm ki, bu yaşımda fikirləşirəm ki, yəqin ki, mən bu dərəcədə məşğul olmasaydım, mənim başımda o qədər fikir olardı, o qədər neqativ olardı. Bu depressiya eşidirəm, kimsə məsələn stressə düşür, depressiya düşür, fikir çəkir. Deyirəm, bala, mən fikir çəkməyə də vaxtım yoxdur. Bax, onu həmişə deyirəm, kənardan bir də görsəm mənim yaşımda olan deyər ki, bax, sən pozitivsən. Deyirəm, pozitiv deyəndə ki, hə də məşğulam. Mən gəlir ki, insan çalışsın, özünü məşğul eləsin. Daim nümunəvi ana, nümunəvi xanım olmağı arzulayıram. Təşəkkür edirəm ki, vaxt ayırdınız. Bizlə belə səmimi həmsöhbət oldunuz. Çox sağ olun, siz çox sağ olun ki, belə səmimi özünüz qurdu söhbəti ki, bax mən də belə sizinlə rahat danışa bildim. Mən də sizin bayramınızı təbrik eləyirəm. Həmişəki kimi gözəlsiniz. Haçan görsəm gözəlsiniz. Həmişə belə olsun. Siz də heç dəyişmirsiniz. İllər sizi dəyişmir. Təşəkkür edirəm, var olasınız. Təşəkkürlər. Yaxşısı budurum, məşhur qonaq rubrikası bayram olduğuna görə rəngarəngdir. Elə həmin rəngarəng xanımlardan biri də Aynişan Quliyevadır. Qonağımızdır. Təbrik eləyirəm sizi. Təşəkkür edirəm. 8 mart münasibətilə çox sağ olun. Sizə xeyirli, uğurlu, düşərli, gözəl bayram arzulayıram. Təşəkkür edirəm, çox sağ olun. Mövzumuz qadınlarla bağlıdır. Qadın güclü olmalıdır, yoxsa xoşbəxt? Aynişan xanım sosial şəbəkədə güclü görünən xanımlardandır. Bəs real həyatda necə? Çox insanlar düşünür ki, xoşbəxt qadın həyatında eşqini, sevgisini, ailə səadətini tapan insanlardır. Amma bəzən o xanımlar belə özünü çox tənha və xoşbəxt hiss etməyə bilər. Ona görə insan özündə tapmalıdır ki, onu nə xoşbəxt edir və həyat bəzən çox qısa ola bilər. Çalışmaq lazımdır ki, səni sadəcə xoşbəxt edən işlərlə məşğul olasan. Deyilənə görə qadın güclü olanda da xoşbəxt ola bilər, xoşbəxt olanda da güclü ola bilər. Sizə görə hansı daha doğrudur? Məncə hər ikisi doğrudur. Çünki belə qeyd edim ki, mən özümdə gücü hiss etməyəndə özümü xoşbəxt hiss etmirəm. Mənə də güc verən ilk növbədə mənim mənəvi huzurumdur, həmişə demişəm. Çünki insan özünün hər bir qoyduğun hədəflərə çata bilərsən, amma o an sən özünü yaxşı hiss etməyə bilərsən. Və sənin əslində daxili huzurun, şükranlığın elə o xoşbəxtçilikdir, böyük bir xoşbəxtçilikdir. Və heç kim öz düsturunu heç kimə, belə deyim ki, yeridə bilməz. Səni, misal üçün, ailə xoşbəxt edirsə, bu o demək deyil ki, məni də xoşbəxt edir. Və yaxud da ki, səni səyahət xoşbəxt edirsə, bu o demək deyil ki, məni də səyahət xoşbəxt edir. Hər kəs individualdır. Heç kimə sən öz fikrini yeridə bilməzsən ki, bax, sən bunu eləsən daha yaxşı olar. Və yaxud bunu edirsən, bu düzgün deyil, heç kimə necə yaşamaq lazımdır öyrətməməlidir. Əgər bizim bu mövzumuzla bağlı ikisindən birini seçməli olsaydı, güclü olmağı seçərdi, yoxsa xoşbəxt olmağı? Bunlar ikisi birlikdədir mənim fikrimcə. Çünki zaten xoşbəxtçilik də insana güc verir, güc də insana xoşbəxtçilik verir mənim fikrimcə. Ona görə də mən düşünmürəm ki, bunu ayırmaq lazımdır. Sadəcə son zamanlar bir moda olub. Güclü qadın deyil, xoşbəxt qadın olmağa çalış. Sloqanları çox məşhurlaşıb.
Ona görə də insanlar bir anda düşünür. Əslində mən də onu düşünmüşdüm ki, necə gözəl ifadədir də, güclü olmağa çalışmayın, xoşbəxt olmağa çalışın. Amma həyatdır, bilmək olmadan xoşbəxt insan belə bir anda hər şeyi itirə bilər. Bəli. Xoşbəxt edən insanı belə itirə bilər həyatında və o an sən nə olursan, çox gücsüz özünü hiss edə bilərsən. Ona görə də özünü hər an gücləndirmək lazımdır, mənəvi məncə düşünürəm ilk növbədə ki, sənin xoşbəxtçiliyin heç kimdən asılı olmasın. Bir daha sizə təbrik edirəm bayram münasibətilə. Neçə gözəl bayramlara var olun. Mən də bütün qadınları təbrik edirəm, həmçinin sizi əzizim. Çox sağ olun. Hər zaman gözləriniz sevgidən, xoşbəxtçilikdən parıldasın. Bu həyata gəlişinizi biləsiniz və bu həyatda çox doğru və sağlam addımlarla irəliləyəsiniz. Dönüb arxaya baxdığınızda deyəsiniz ki, mən bu həyatı çox gözəl yaşadım. Səhnənin, ekranın və tamaşaçı sevgisinin illərlə dəyişməyən ünvanı Sənubər İskəndərlinin qonaq olduq. Deyəsən, bu dünya durduqca bu sual həmişə olacaq. Güclü qadın və yaxud xoşbəxt qadın. Güc bilirsiniz, ümumiyyətlə onun səhnəyə həyata aidiyyatı yoxdur. İnsan güclüdürsə, güclüdür həm peşəsində, həm sənətində. Güc bir iradədir. Güc özünü qorumaqdır. Güc cəmiyyətə bir qalxandır. O da onun görünən tərəfidir. Ümumiyyətlə, o da bir yerə qədər. Bilirsiniz, bəzən bu güclü qadınlar özlərini sübut eləmək istəyir. Kimlərəsə, nələrəsə özlərini sübut eləmək istəyir ki, baxın, mən güclüyəm, mən ayaq üstəyəm, öz ayaqlarım üstündəyəm, karyeramı qurdum, onu elədim, bunu elədim. Bu çox gözəl, bu çox yaxşı, amma bir yerə qədər. Yəni, mən inanmıram ki, o güclü qadın artıq işdən sonra bir soyuq evə girirsə, sevgisiz evə girirsə, həyatında sevgi yoxdursa, ona dəyər verəni yoxdursa, onun o gücü bir yerdə sına bilər, qırıla bilər. Ona görə düşünürəm ki, xoşbəxt olmaq güclü olmaqdan daha üstündür. Amma üstün də demək istəməzdim. Bilirsiniz necədir? Güc və xoşbəxtlik biri-birini tamamlayanda bu artıq həyatda bir harmoniyadır. Çünki xoşbəxt qadın hər şeyə sevgi ilə baxır, çox rahatdır, ruhən çox sakitdir və xoşbəxt insan, mən belə düşünürəm ki, heç vaxt pislik eləmək düşünməz, heç vaxt ədalətsiz olmaz, kinlə, kudurətdən uzaq ola bilər. Çünki sevgi var sonuçda və hər qadın güclü olmaqdan izafə dəyərli olmağı arzulayar. Biz gücü çox vaxt evladdan alırıq, sevgimizdən alırıq, işimizdən alırıq, həyat tərzimizdən alırıq, ətrafdakı bizi sevən insanlardan alırıq. Yəni, şükür ki, mənim həyatımda, təbii hamının həyatında olduğu kimi müxtəlif günlər olub, müxtəlif vəziyyətlər olub. Amma həmişə düşünmüşəm ki, bu da keçər və mənə elə gəlir ki, elə mənim gücüm o sözdə olub ki, bu da keçər. Çünki keçməyən heç nə yoxdur bu həyatda. Yetər ki, içindəki sevgini itirməyəsən, içindəki o işığı söndürməyəsən. Hər güclü qadının həyatında sevgi varsa, bayaq da dediyim, yəni sözümdə israrlıyam, onun dəyəri, qiyməti varsa, o xoşbəxtdir. Və yenə deyirəm, güc və xoşbəxtlik bir-birini tamamlayan hisslərdir. Bu, həyatın artıq harmoniyasıdır. Zəif qadın da xoşbəxt ola bilməz. Yəni, iradəsiz qadın da xoşbəxt ola bilməz. Güc və xoşbəxtlik artıq bu bir tandemdir. O artıq, bilirsiniz, alın yazısıdır deyək, artıq bir taledir deyək. Kimin nəsibinə nə düşür? Hansısa qadının nəsibinə yalnız güc düşür, hansısa qadının nəsibinə hər ikisi düşür, xoşbəxtlik də düşür.
Bütün qadınlarımızı təbrik eləyirəm. Onlara arzu edirəm ki, içindəki işıqları sönməsin. Ruhları daim rahat, sakit, həyatları huzur dolu olsun. Artıq bildik ki, biz xanımlar həm işdə uğurlar qazanaraq, həm də ailədə sevgimizi paylaşaraq daha xoşbəxt oluruq. Elə isə sizə hər zaman sevib, sevilməyi, bəxtiyar olmağı arzu edirəm. Gələn həftə yenidən yaxşısı budur da görüşənədək. Hələlik.